Danışın da bu 8 ildə. Niyə danışmırsınız? Çünki o sizin vicdanınızın arxa cibində qalıb. O sizə sərf eləmir. Əl atanda birinci yan cibə atırsınız. Amin, amin. Göz deyildi. Xanım, göz deyil. Bu da bir sınaqdır. Rəbbim deyir, sevdiyi qulu sınayır. O da bəlkə mənə dərs verdi ki, biraz özüvü, necə deyim, yığışdır, özüvə gəl, ailəvin dəyərini bil. Həyatdır da. Həyatdır. Əsas odur ki, dərs alasan. Biraz hayasızlığı yığışdır, biraz sakitləş arzu. Değişməmişəm. Valla değişmişəm. Bu 5 ay üzərindən mən çox değişmişəm əvvəlkilə baxanda. Qurban olduğumdur ki, məndən bala alıb 5 ay sonra məni əkizlə mükafatlandıran. Nə olar ki? Bu danışırsınız məndən. Bir mənim yaxşılıqlarımdan da danışın da. Hə? Danışın da. Hardasınız? Danışın da. Bu 8 ildə. Niyə danışmırsınız? Çünki o sizin vicdanınızın arxa cibində qalıb. O sizə sərf eləmir. Əl atanda birinci yan cibə atırsınız. O sizin arxa cibinizdə qalıb. Başa düşdünüz? Sizə o sərf eləmir. Çəkə bilmədim. Digə sakitləşim. Camilə, necəsən ürəyim? Mən hansıdadır? Bəs övladını itirən ona. Allah ona səbir versin. Allah onun balasına rəhmət eləsin. Mən ona heç bir şey deyəmərəm mən o anaya. Allah onun köməyi olsun. Heç bir şey deyəmərəm. Yəni mən ona Camilə çox sağ ol. Heç vaxt nə artıq əssi, nə nəsə şey görsüz, heç vaxt da deməmişəm. Demərəm də. Qələt eləyərəm həyatı boyu. O xanımı orada görəndə də heç nə. Yəni mən heç nə demərəm. Susub dayanmışam, heç nə deməmişəm. Allah ona səbir versin. Mən evlad acısı nə olduğunu bilirəm. Və məni izləyənlər də çox yaxşı bilir ki, Arzu həyatı boyu qarşı çıxıb nəsə deməz onlara. Heç vaxt. Mənim 4 balam var. Mən bir bala itirən anayam. Sizcə mən o qadına nəsə artıq əssi deyərəm? Əgər demişəmsə hardasa, getirin sübutla göstərin. Ömür boyu. Was ist das? Niyə o qaçıbsın? Bu nə sil bir dəfə. Xanım, canlı yayın kayıtları var. Xəstəxana